Salam əziz şagirdlər, bildiyiniz kimi bugün 9-cu siniflər üçün buraxılış imtahanı keçirildi. Gəlin bir yerdə suallara baxaq. 57-ci sual. 30 hektar əkin sahəsi artırılıb, 42 hektar oldu. Əkin sahəsi neçə faiz artdı? 30 hektar əvvəlki sahədə bunu 100% qəbul edirik və sonraki sahəni x qəbul edirik. Buradan x-i tapaq. 42 vurulsun 100 surətdə 30 məxrəcdə yazılır və ixtisar edək. 42-ni də 3-ə bölək. Bu da bizə verir 140. Əvvəl 100% idi, indi oldu 140%. Bizdən soruşulur neçə faiz artdı? Deməli, 40% artıb. 58-ci sual. Tənasübdür 12-nin x-a nisbəti bərabərdir. Mənfi 4/3. Bilirik ki, kənar hədlərin hasili orta hədlərin hasilinə bərabərdir və buradan x-i tapırıq. 59. Təliqlər sistemidir. Y bərabərdir 2x. 5x üstəgəl y bərabərdir 21. Deməli, y-in qiymətini gətiririk ikinci tənlikdə yerinə yazırıq. Bərabərdir 21 və ikinci tənlikdən x-in qiymətini tapırıq. X bərabər olur 3-ə. Gətirib birinci tənlikdə yerinə yazırıq. Deməli, cavabımız olur 3, 6. 60. Belə bir ifadə verib bizə dövrü kəsirlərə aiddir. Və bizdən soruşur ki, K-nın hansı qiymətində, yəni hansı ən böyük qiymətində bu kəsir, yəni düzgün kəsirdir. Qarşılıq dövrü kəsirdir, bilirik ki, məxrəcə dövrədəki ədədlərin sayı qədər 9 yazılır, dövrə qədərki ədədlərin sayı qədər 0 yazılır və surətdə mötərizəni nəzərə almırıq 4. K, 2 rəqəmli ədədi çıxılsın, dövrə qədərki ədəd, yəni 4. Eyni ilə burada da məxrəcdə 90. Mötərizəni nəzərə almasa, 2 rəqəmli ədədimiz belə ifadə olunur K4 şəklində çıxılsın, dövrə qədərki ədəd, yəni K. Və eyni məxrəcdə yazaq. 4K bu da bizə 40 üstəgəl K verir. Bilirik ki, təkliyi onluq göstərir. Çıxılsın 4. Burada isə 4 təkliyi K onluğu göstərir. 10K üstəgəl 4 və çıxılsın K. Məxrəc 90. Burada 4-də ixtisar gedir. K'lar da ixtisar gedir. Qalır 40 üstəgəl 10K. Bu kəsir düzgün kəsir olmalıdır. K'nın hansı ən böyük qiymətində. Düzgün kəsir olacaqsa, biz fikirləşirik ki, məxrəc 90-dırsa, surət 89 olmalıdır. Əgər 89 olarsa, gəlin baxaq, 89 olarsa, 89-dan 40-ı çıxarırıq, 49 ona bölünməyəcək. Burada bax, görürsünüz, 2 rəqəmli ədədlərdə K-nı görürsünüz. Deməli, burada rəqəm olmalıdır yerində. Deməli, biz burada 10K-ya ən böyük verə bilərik 40. Çünki 40 üstəgəl 40, 80, 90-da 80 oldu. Yəni, bax, 89 ödənmədi bizim şərfimizi. 10K üstəgəl 40 bərabərdir 80 yazaq. 10K bərabərdir 40. K bərabərdir 40 bölünsün 10. Yəni, 4. Çünki 10'a bölünməlidir. Buna görə də sağ tərəfimiz 0'la birdən ədəd olmalıdır. Buna görə biz 10K'ya yəni 40 kimi baxdıq. Yəni surətimizi 80 götürdük. K bərabərdir 4. Bu da D variantı. 61. Düz xətdən 4 cm məsafədə yerləşən nöqtədən bu düz xəttə hər birinin uzunluğu 5 cm olan 2 mail çəkilmişdir. Maillərin oturacaqları arasındakı məsafəni tapın. Deməli, düz xətt verilir. Düz xətt üzərində olmayan hər hansı bir A nöqtəsi verilir. A nöqtəsindən bu düz xəttə qədər olan məsafə 4 cm-dir və bu nöqtədən
adres xəttinə 2 bərabər mail çəkilir və bu maillərin də uzunluğu 5 santimetrdir. Bizdən maillərin oturacaqları arasındakı məsafəni soruşur, yəni BC-ni soruşur. Üçbucaq ABD və üçbucaq ACD-də diqqətlə fikir verək, BD və CD-yə. Hər iki düzbucaqlı üçbucaq üçün hipotenuz 5, katet isə 4-ə bərabərdir. Burada BD bərabərdir CD-yə və bilir ki, Pifaqor üçlüklərdir. Hipotenuz 5-dirsə, katetlərdən biri 4-dürsə, onda ikinci katet 3-ə bərabərdir və bizdən BC-ni soruşdur. BC də bərabər olur. 3 üstə gəlir 3, yəni 6. Keçirik 62-ci suala. Ebol AB bərabərdir 5. A vurulsun B bərabərdir 75. Bizdən A üstəgəl B cəmini soruşur. Əgər 2 ədədin A və B ədədlərinin ebolu 5-ə bərabərdirsə, onda A və B ədədləri 5-ə bölünən ədədlərdir. Çünki onların ən böyük ortaq böləni 5-ə bərabərdir. A-nı 5n, B-ni isə 5n kimi qəbul edə bilərik. Onların hasili 75-ə bərabərdir. Yəni 5n vurulsun 5n bərabərdir 75, 25 n bərabərdir 75 və buradan n hasilini 3 tapırıq. Deməli, ədədlərdən biri 1, digəri isə 3-dür. Yəni n və n-dən söhbət gedir. Onlar ortaq olmayan sadə qruplardır. Gətirib yerinə qoysaq, A 5n-ə bərabər idi, deməli 5-dir. B də 5n-ə bərabər idi, deməli 15-dir. Bizdən A üstəgəl B cəmini soruşur. Yəni 5 üstəgəl 15 bərabərdir 20. Keçirik 63-ə. Əllidir. 2x çıxılsın 1. 2x üstəgəl 1 çıxılsın. 4x vurulsun 2x çıxılsın 3 bərabərdir 35. Kvadratlar fərqidir. A çıxılsın 1, A üstəgəlinsin 1. 2x'in kvadratı çıxılsın 1'in kvadratı. 4x'i da mötərizəyə vururuq. 4x kvadrat üstəgəl 12x bərabərdir 35. 4x kvadrat çıxılsın 1, çıxılsın 4x kvadrat üstəgəl 12x bərabərdir 35. 4x kvadratlar gedir, qalır 12x çıxılsın 1 bərabərdir 35. 12x bərabərdir 35 üstəgəl 1. 12x bərabərdir 36. X bərabərdir 3. Keçirik 64-cü suala. A bərabərdir 4'də 1 olarsa, 3 üstü mənfi 2A vurulsun 3 üstü 6A ifadəsinin qiymətini tapın. Deməli, əsaslar bərabər olduğu üçün əsas olduğu kimi yazılır. Qüvvət üstləri toplanılır. Bu da bərabər olur 3 üstü 4A-ya. Və A-nın da qiymətini bizə verir. A-nın yerinə 4'də 1 yazırıq. Bu da bərabər olur 3'ə. Və cevabımız burada yəqin ki 7 görünür. 65. Dairenin radiusunu 5 dəfə artırsaq, sayısı neçə dəfə artır? Dairenin sayısı bilir ki pi r kvadratdır. Radiusu 5 dəfə artırsaq 5r olur. Deməli pi vurulsun 5r'in kvadratı. Bu da bizə verir 25 r kvadrat. Bu əvvəlki, bu da sonraki. Bizə deyir neçə dəfə artar. Yəni 25 pi r kvadratı bölürük pi r kvadratına. Bu da bizə verir 25. Yəni 25 dəfə artır. Keçirik 66-cı suala. AC bərabərdir 7. CB bərabərdir 14 olarsa AB'ni tapın. Kaçadır?
ASB sifatçıları yaranır. S nöqtəsinin kömək ilə bizdən AB'ni soruşur. ASM-də verir 7, BSM-də verir 14 və AB parçasını tapmaq üçün bilirik ki, AC parçasının üstünə BC parçasının uzunluğunu gəlmək lazımdır. Bu da bizə verir 7 üstəgəl 14, yəni 21. 67. 2 kökdə 25 çıxılsın. Kökdə 16 üstəgəl 2 kökdə 9 ifadəsinin qiymətini tapın. Bilir ki 25'ten kvadrat kök alsaq 5 çıxır, 16'dan 4, 9'dan isə 3. Olur 10 çıxılsın 4 üstəgəl 6. Bu da bizə verir 12. Burada da C variantı görünmür. Yəqin ki C'də 12 verir. 68. EBOB 30, 36'nı tapın. 30 ve 36'nı EBOB'a. Sade gruplara ayırsak 15, 18 her ikisi çalınır. 5, 6. EBOB ile 2 burası 3'tür. Yani 6. Elbette ki işgal edebilirsiniz. 30 ile 36'nın EBOB'u 6'ya beraberdir. 69. Y beraberdir. 5 kısılsın. 17 fonksiyasının grafik özelliği yerleşen ve ordinatı üçe beraber olan nöqtənin aksisini tapın. Deməli, ordinatı Y bizə verir. Gətiririk yerine 3 yazırıq. 3 beraberdir. 5 çıxılsın. 17. 5 beraberdir. 3 üstəgəl 17. 5 beraberdir. 20. X beraberdir 4. Cevap Y. Yetmiş. Kubun neçə tili var? Əlbəttə ki, əzbər bilirsiniz. Kubun 12 tili var. 71. Həsən, Əli və Vüqarın olduğu bir yarışmada Həsənin qazanma ehtimalı Vüqarın qazanma ehtimalının 7 misli, Əlinin qazanma ehtimalının 2 mislidir. Buna görə yarışmada Əlinin qazanma ehtimalını tapın. Deməli, yarışmada Həsən, Əli və Vüqar iştirak edir. Deməli, Həsənin qazanma ehtimalı Vüqarın qazanma ehtimalının 7 mislidir. Vüqarın qazanma ehtimalını x qəbul etsək, Həsənin qazanma ehtimalı 7x-dir. Əlinin qazanma ehtimalının isə 2 mislidir. Yəni, Həsənin qazanma ehtimalı 7x, Əlinin qazanma ehtimalı 2 mislidir. Deməli, 7x 2-yə bölürük. Əlinin qazanma ehtimalı 3,5x-dir. Və buna görə yarışmanın Əlinin qazanma ehtimalını tapın. Əvvəlcə mümkün halların sayını tapsaq, biz gərək bunların hamısını toplayaq. Bu da bize verir 11,5 x ve yarışı Əli kazanmalıdır. Yani əlverişli halların sayı 3,5 x'tir. Mümkün halların sayı 11,5 x'tir. Ve buradan da x'ler gelir. Ona bölsək surət 35, məxrəc 115 ve 5'i ixtisar etsək, məxrəci 23, surət 7. Cevabımız olur D. 72. Belə bir kəsr verilir. Məxrəc 3 üstə n çıxılsın 1. Vurulsun 2 üstə 2 n üstə gəl 1. Surət 4 vurulsun 12 üstə n. Deməli, məxrəcə fikir verək. 3 üstə n çıxılsın 1'i. 3 üstə n vurulsun 3 üstə mənfi bir şəklində yazaq. Deməli, 2 üstə 2 n 2 üstə 2 n üstə gəl 1'i. 2 üstə 2 n vurulsun 2 şəklində yazaq. Surətdə 4 vurulsun 12 üstə n. Məxrəcdə 3 üstə n vurulsun 2 üstə 2 n-də 4 üstə n deməkdir. 3 üstə mənfi 1, 3'də 1 vurulsun 2. Surətdə də 12 üstə n və 4 olduğu kimi yazaq. 3 üstə n vurulsun 4 üstə n elə 12 üstə n deməkdir. Bunlar gedir.
Surət 4, məxrəc 3'də 1 vurulsun 2, yəni 3'də 2. Bu da bizə verir 4 vurulsun 2'də 3. Burada da ixtisar getsə cavabımız olur 6. 73. Deməli bizə diaqram verilir. Deməli A və B çoxluqlarının elementlərinin sayı haqqında məlumat verilib diaqramda. Yalnız A-ya məxsus olan elementlərin sayı 2x üstəgəl 8. Ortaq elementlərinin sayı 3x üstəgəl 1. Yalnız B-yə aid olan elementlərin sayı 4x üstəgəl 5. Və 4 vurulsun n çıxılsın B bərabərdir n birləşmə B. Bizdən soruşur n B çıxılsın A-nı tapın. Deməli, n çıxılsın B 2x üstəgəl 8'e bərabərdir, vururum 4'ə. N birləşmə B, yəni bunların hamısını toplayıyorum. 2x üstəgəl 8 üstəgəl 3x üstəgəl 1 üstəgəl 4x üstəgəl 5. Mütəliyi əldə edirik. 4'ü mötərizəyə vururuq. 8x üstəgəl 32, 2x, 3x, 5'i de sonra 4x, 9x, 8 üstəgəl 1, 9, 9 üstəgəl 5, 11. Deməli, 9x çıxılsın 8x bərabərdir 32 çıxılsın 14, x bərabərdir 18. Bizdən soruşur n B çıxılsın A-nı tapın. N B çıxılsın A-da 4x üstəgəl 5'e bərabərdir. N B çıxılsın A bərabərdir 4x üstəgəl 5. Bu da bərabərdir 4 vurulsun 18 üstəgəl 5. Deməli 72 üstəgəl 5 cavabımız 77. 74. Deməli bucaq B bucaq B-yə bərabərdir. AB OC-yə bərabərdir. Bunu da bizə verib 6 cm. AO 5 cm və bizdən soruşur CD-ni tap. Deməli AO B C D. AB 6'dır. OC de 6'dır. AO 5'tir. CD'ni soruşur. CD eksi yazar. B bucağı D bucağına bərabərdir. Digər tərəfdən orta qismdəki bucaqlar qarşılıqlı bucaqlardır. Deməli BB əlamətinə görə 3 bucaq AOB oxşardır. 3 bucaq C vuru D. Və bu oxşarlıqdan biz uyğun tərəflərin nisbətini yaza bilərik. 6'nın x-a nisbəti bərabərdir 5'in 6'ya nisbəti. 5x bərabərdir 36. Buradan da x'i tapırıq. 36 bölünsün 1. Bu bizə verir 7,2. 75. Deməli, ABCD düzbucağlısında AM perpendikulyardır deyilmə. AB 6'dır. AM 12'dir. Və ADM bucağının dərəcə ölçüsünü soruşur. Deməli, fikir veririk burada. Axı düz bucaqlıdır. B təpəsi də 90 dərəcədir. Bax, burada 3 bucaq ABM. 3 bucaq ABM-də AB 6, AM isə 12. Bu deməkdir ki, biz bir 30 dərəcəli bucağın qarşısındakı tərəfin xassəsinə görə 30 dərəcəli bucağın qarşısındakı qaydiyet hipotenuzun yarısına bərabərdir. Bu təlimin bildiyi tərsi də doğrudur. 6 əgər 12'nin yarısıdırsa, deməli bucaq burada 30 dərəcədir. Əgər 30 dərəcədirsə, onda deməli AB'nin üç bucağında A bucağına düşür 60 dərəcə. A bucağı bax burada AB'nin üç bucağı üçün 60 dərəcədirsə, bax buradan biz keçə bilərik AMD üç bucağına. AMD üç bucağında MAD bucağı olur 30 dərəcə. Və bu da düz bucaqlı üç bucaqdır. AMD düz bucaqlı üç bucaqdır. Deməli buradan da alfa bərabər olur 90 çıxılsın 30, yəni
60 dərəcə, 75 dərəcə cavabımız 60 olur. 76. Rəhim birinci gün kitabın 40%-ni, ikinci gün 5%-ni, üçüncü gün isə qalan 110 səhifəsini oxuyub qurtardı. Kitabda neçə səhifə olduğunu tapın. Deməli, kitabın səhifələrini bilmirik. Birinci gün 40%-ni, kitabın səhifələri tutaq ki, x-dır. X-in 40%-i bilirik ki, x vurulsun 40 bölünsün 100, yəni 0'dan 10'da 4 x. İkinci gün 5%-ni, yəni x-in 5%-ni, x-in 5%-i bilirik ki, x vurulsun 5 bölünsün 100, 0'dan 5 x. Üçüncü gün isə qalan 110 səhifəni oxuyub qurtardı. Kitabda neçə səhifə olduğunu tapın. Deməli, 0'dan 10'da 4 x üstəgəl. İkinci gün oxuyub 0'dan 5 x. Üçüncü gün 110. Hamısı bir yerdə. Bütün kitabın səhifələri bunda qəbul etmişik. X. Deməli, səhifələr x. Toplayırıq. 0'dan 45 x çıxılsın x bərabərdir mənfi 110 çıxılır olur. Mənfi 0'dan 55 x bərabərdir mənfi 110 və x bərabər olur 110 bölünsün 0'dan 55. Surət və məxrəci 100'ə vuraq. 110'da 55'ə bölürük 2. Yanında da 2 0. 200. Deməli kitabın səhifələri sayı 200'ə bərabərdir. 77. sual. X vurulsun, mötərizədə 3 çıxılsın, kökdə 10 kiçikdir. 5,5 vurulsun, 3 çıxılsın, kökdə 10. Deməli, biz burada əgər x-i tapmağa çalışsaq, 5,5 vurulsun, 3 çıxılsın, kökdə 10'u bölməliyik, 3 çıxılsın, kökdə 10'u. Əlbəttə ki, x-a gedəcək, 3 çıxılsın, kökdə 10'lar x-a gedəcək. Amma 3 çıxılsın, kökdə 10'a fikir versək, 3'ü kökün altına salanda kökdə 9. Bu kökdə 9 çıxılsın, kökdə 10'a bərabərdir. Kökdə 9 çıxılsın, kökdə 10'da 0'dan kiçikdir. Yəni mənfi ədəddir. X-in əmsalı mənfi olduğu üçün bərabərsizliyin işarəsi əksinə dəyişəcək. Yəni x böyük olacaq 5,5'dən. Bilirik ki, mənfi ədədə böldükdə bərabərsizliyin işarəsi əksinə dəyişir. Bizdən soruşur ki, bərabərsizliyi ən kiçik tam həllini tapın. 5,5'dən böyük, yəni 5,5'də müsbət sonsuzluğa bu aralıqda yerləşən ən kiçik tam həll 6'ya bərabər olur. 78. Düz xətli yol boyunca 85 ağac əkilmişdir. Hər qonşu iki ağac arasındakı məsafə bərabərdir. Yəni, baxın, bu ağacların arasındakı məsafələr bərabərdir. A və B ağaclar arasındakı ağaclardan biri siyah ağacıdır. Tutaq ki, burada bir siyah ağacı var. A və C ağaclar arasındakı məsafənin, yəni AC məsafəsinin C və B ağaclar arasındakı məsafəyə, yəni BC məsafəsinə olan nisbəti 3'ün 4'ə nisbətidir. AC-nin BC-yə olan nisbəti 3'ün 4'ə nisbətidir. AC-yə burada 3x, BC-yə 4x deyə bilərik. Bizdən soruşur ki, C ağacı A-dan başlayaraq neçənci ağacdır? Deməli, birinci cümləyə fikir verək. Düz xətli yol boyunca 85 ağac əkilmişdir. Və aralardakı məsafəyə baxın. Birinci məsafə eləyəndə birinci ağac bax burada sayılmır. Birinci ilə ikincinin arasındakı yəni məsafə 1 götürülür. İkinci ilə üçüncünün arasındakı məsafə 1 götürülür. Yəni buradan belə çıxır ki, birinci ağacın sayı, yəni bura düşünün. Aralarındakı məsafə deyəndə ağacların sayından bir vahid az olur. Məsəl üçün 1, 2, 3, 4, 5, məsəl üçün 6 ağacdır. Tutaq ki, məsafələri gəlin baxaq. Onların arasındakı məsafələr 1 məsafə, 2 məsafə, 3, 4, 5 məsafə. Amma ağac 1, 2, 3, 4, 5, 6. 6 ağacın arasındakı məsafə, yəni 5 dənə bərabər parça olur. Aralarındakı məsafə ağacların sayından bir vahid az olur.
Deməli, 85 ağac əkilibsə, ümumi AB parçasının uzunluğu 84-ə bərabər olur. Yəni 3x üstə gəl 4x bərabər olur 84'e, 7x bərabərdir 84 və x bərabər olur 12'ye. Bir də 42'ye. AC bərabər olur 36, BC də bərabər olur 48. Yəni, bax burada A və C arasında məsafə 36'ya bərabərdir. Bayaq dediyimiz kimi, baxın bu məsafələrin sayı. Bu məsafələrin sayı A və C'nin arasında 36 ədəddir. Deməli, ağacların sayı bir vahid çox. Ağacların sayı bir vahid çoxdur. Deməli, C ağacı burada 37-ci ağac olmuş. Cavab olur 37-ci. Keçirik 79-cu suala. İti bucağının təbirləri trapesiyanı iki oxşar üçbucağa ayırır. Oturacaqlar 7 və 28 olarsa trapesiyanın perimetrini tap. Bu məl trapesiyadır. Trapesiyanın iki bucağının təbirləri onu iki oxşar üçbucağa ayırır. Deməli, trapesiyanın təbirləri ilə onun diagonalları hesab olunmalıdır. A, B, C, D trapesiyası. Oturacaqlar 7 və 28'dir. Təbirən olduğu için buradaki bucaqlar olsun alfa alfa. Çarpaz bucaqlar olduğu için C təpəsindəki bucaq da alfadır. Deməli, bucaq ABC bərabər yanlıdır. Bərabər yanlıdırsa AB'yə də 7 düşür. Deməli, bizə şərtdə deyilir ki, üç bucaq ABC oxşar olmalıdır. Üç bucaq ACD-yə. Deməli, oxşardırsa uyğun bucaqlarına fikir verək. Alfa alfadırsa, deməli ACD üç bucağında da alfa alfa var. Şimdi küçük bir alfanı bu tepeye yazar, yoksa D tepesine yazar. Bakın bu çol bucağıdır. Çol bucağı bir tane bir dayasa. ACD üç bucağında. Çol bucağı bak burada. Bak iti bucağı. İti bucağıdırsa onda alfanı buraya yazar. Bir de çol bucağıdır. Bir tane buraya yazar. Deməli, indi fikir verək. Bir CD tərəfini axtardıq. CD-yə X yazar. Burada da beraber yan üç bucaq alındı. Alfa alfadırsa bu da beraber yan yedir. Deməli, AC tərəfi də X-ə bərabərdir. İndi oxşarlıqdan istifadə edək, X-i tapmağa çalışaq. Alfanın qarşısında 7, 7. Alfanın qarşısında bu üç bucaqda X bərabərdir. Beta'nın qarşısında X, beta'nın qarşısında 28. Deməli, X-in 28'in nisbəti X kvadrat bərabərdir. 7 vurulsun 28. X bərabərdir 196. Deməli, daha doğrusu X kvadrat bərabər 196, X bərabərdir 14. Deməli, AC bərabər oldu 14'e, CD də bərabər oldu 14'e. Burada ABC çıxacağına fikir versək, 7, 7, 14 bərabər oldu. 14, 7 silə 7'ye bərabər oldu. Burada üç bucaq bərabərsizliyini ödəmədi. Yəni bir ABC üç bucağı yoxdur. Baxaq. Burada nəsə bir problem var. Ya sual belə üç bucağı yoxdur. Olacaq. İndi əgər şagirdlər tapıbsa 14'ü perimetrini hesablayacaqlar. Perimetrini əgər 14'dən hesablasa 7 üstəgəl 7 üstəgəl 14 üstəgəl 28. Bu da bizə 56 verir. Amma bak burada belə bir problem yaranır. Bucaq bərabərsizliyini ödəmir. X'ın qiyməti. Yəni belə ABC üç bucağı yox. Belə ABC üç bucağı yoxdur. Bu sualda bir problem var. Deməli, 80-ci suala baxalım. X2 bərabərdir. X'in kubu üstə gəl 2x kvadrat. Üstə gəl 8x. Üstə gəl 16. Düsturu ilə verilən düzbucağın formasında metal lövhədən sahəsi S1 bərabərdir. X'in kubu üstə gəl x kvadrat üstə gəl
12x üstə gəl 12. Üsulü ilə verilən düzbucaq formasında hissə kəsildi. Şəkildə verilənlərə əsasən qalan hissənin enini m ilə qalan hissənin m enini x-la ifadə edin. X-in hansı ən böyük tam qiymətində məsələnin həlli var. Bu da topluda olan sualdır. Eski büyük düzbucağın sahəsidir. Buradan S1 kəsilir. S1 kəsilir. Bu yerdə qalan hissənin biz sahəsini tapırıq. Bunun üçün S2-dən S1 çıxırıq. S2-dən S1 çıxılanda x qollar verir. 2x kvadratdan x kvadratı çıxırıq. X kvadrat 8x çıxılsın 12x. 16'dan da 12'ni çıxırıq 4. Deməli, indi biz bu düzbucağın sahəsini tapdıq. X kvadrat çıxılsın 4x üstə gəl 4. Biz də deyirik ki, düzbucağın sahəsi eni ilə uzunluğunun hasilinə bərabərdir. Deməli, n buradan bir x yazsaq, biz bərabər olacaq burada mx, bu da s3 olsun. mx-ə bərabər olacaq. Deməli, mx bərabərdir x kvadrat çıxılsın 4x üstə gəl 4. Bu da x çıxılsın 2'nin kvadratıdır. Deməli, mx bərabərdir x çıxılsın 2 vurulsun x çıxılsın 2. Deməli, m yerində burada x çıxılsın 2 dayanır. Ve bize deyir ki, x-in hansı ən kiçik tam qiymətində məsələn həlli var. M-i x-la ifadə etməliyik. M bərabər olacaq. Elə x çıxılsın 2 tapmışıq. Bunu artıq ifadə olunur. Buradan biz x-ə qiymət verməliyik. X çıxılsın 2 tərəfdə yaxı burada. Tərəfdə deməli x çıxılsın 2 sıfırdan böyük olmalıdır. X 2'dən böyük olmalıdır. Ən kiçik qiyməti də əlbəttə ki olacaq 3. %81 x kvadrat üstə gəl y kvadrat üstə gəl x çıxılsın 5y bərabərdir 29 tam onda 5 tənliyi ilə verilmiş çevrənin daxilinə çəkilmiş kvadratın sahəsini tapın. Deməli, çevrədir, çevrənin daxilinə kvadrat çəkir. Bu kvadratın diagonalı çevrənin olacaq diametri. Deməli, biz elə çevrənin tənliyindən çevrənin radiusunu tapaq. Çevrənin tənliyi ilə veririk ki, x çıxılsın a-nın kvadratı üstə gəl y çıxılsın b-nin kvadratı bərabərdir. Y kvadrat şəklindədir. Burada x kvadrat çıxılsın üstə gəl x. Üstə gəl y kvadrat çıxılsın 5y. Deməli, x kvadrat üstə gəl x, y kvadrat çıxılsın 5y. Biz bunları bax belə iki ifadənin fərqinin kvadrat şəklində yazmalıyıq. Üstü şəklində salmalıyıq. X kvadrat üstə gəl x. İndi nə çatışmır burada, nə əlavə etməliyik? Bunun üçün x-in əmsalını yarı bölünməliyik. Olur 2'də 1, yarısı 0,5. Deməli, kvadratı buraya yazılmalıdır. Yəni 0,25. Y kvadrat çıxılsın 5y. 5'i 2'ye bölürük. 2 tam onda 5. Kvadratı yazılmalıdır. Bura 6 tam %25 beraberdir. 29 tam onda 5. Sol tərəfə biz əlavə etdik. 0 tam %25 və 6 tam %25 toplayanda olur 6 tam onda 5. Sağ tərəfə də 6 tam onda 5 əlavə edək. Yəni qiymət dəyişməsin. İndi x üstə gəl 0 tam onda 5'in kvadratı. Deməli, buradan buraya qədər bizə düstur verdi. Buradan buraya qədər də yenə fərqin kvadratı. Y çıxılsın 2 tam onda 5'in kvadratı. Bərabərdir. Bura bizə verir 36. Deməli, sağ tərəfi y'nin kvadratı olmalıdır. Y'nin kvadratı 36'dır. Deməli, y 6'ya bərabərdir. Biz buradan diagonal tapa bilərik. Əgər kvadrat ABCD kvadratıdırsa, AC onun diagonalıdır. AC bərabər olacaq. 2 vurulsun 6, yəni 12. Bizdən də kvadratın sahəsini soruşur. Kvadratın sahəsi də S bərabərdir. Diagonalın kvadratı bölünsün 2 vurulsun tapa bilərik. Diagonalı 12 tapmışıq.
12'nin kvadratı bölünsün 2, yəni 144 bölünsün 2, bu da bizə verir 72.